Ay Musa, istəsən mi məni qaqa? Gəl mənə bir dənə istək at, mən tapanmıram səni. Nətər tapağa indi bunu? Dodi, mən bilim olsun nətər tapım burada. Gəl bir dənə tapaq da onu, mən tapanmıram. Scroll adı. Gəl bura. Bu şeydə axtarışa nətər burum adamların içində çıxsın. 1100 nəfər dostlar, ekranı mən. Ay Musa, sən mənə istək at da, oyun istək at. Mən səni tapanmıram qaqa burada. Adı Scroll gedirdi. Burada yoxdur, baxıram bunun içinə. Bir dənə baş hərfini yazsam, orası buralıqda çıxar. Yazmaq olmur. Öz misklər nə olur? Ay yox, diyan, gələcək indi. Qəfiyəm. Atma onlara içinə. De. Peki, spamdadır o adam. Kim? Deyir o adam. Necə spamladı? Spam ediblər onu. Ağlaşdırılır. Hadi. Vay aslan, nə var? Sağ ol xeyr. Sən spam atıblar, hələ? Kim atıb sən spamı? Nə kimsə spam atıb, qaqa. Özdəki sən girirəm, deyir ki, dəvət şeydir, bağlıdır, dəvəti bağlıdır yazılıb. Yox, mümkün deyil axı. Dəvət bağlı ola. Nə məndə elə göstərirdi, şey eləyənmirdim, atanmırdım, verirdim, gəlmirdi. Nə bilim, 4 dənə vini var dostlar, Allah bunu çıxar gedək, nə qayraqlar. Canım başını nəzərdir. Allah köməyin olsun. Xəlil 9 dənə vin malda apardı, təzdən yığdım Xəlil. Sənə xəbərim var ki, mən neçə vaxtda canını açmıram, mənim canım demək olar aktiv canlıdır. Prosta neçə vaxtda aça bilmirəm də, baş qarışıqdır ona görə. Amma o spamı sənə niyə atırlar? Niyə inəmsən ki, spam şöyle üstü siqaret çat görsətməyirəm əcinə. Siqaret də görsətməmişəm, elə qıraqda çəkirdim, prosta nəsə atdılar da kim satdı. Həşi, o qədər qansız var. Neyini sən, həşi, o gün gəldim belə qəsəbəyə dəydim, çıxdım gəldim. Atan? 2-3 gün olar. Biyəzinə qədər getmişdim saat deyərək, qaydanda döndüm. Ayın axırı gələcəm mən də qəsəbəyə. Sən haradasan ki? Laçında işte. Oradasan? Lap yaxşı. Mosunu gördüm, elə qəsəbədən çıxan. Mosunu deyirəm, Pənahı gördüm qəsəbədən çıxanda elə. Allah ölsün, Pənahı görməyən var. Həki, keçən bərə. Bəlkə sən bilirsən, nətər udarsan. Ceyran xala bir dənə mahnı oxusa, bəlkə ona görə sən apararsan, yoxsa özünə görə aparanmayasın. Bahalı gəl. Aparacam. Bundan sonra 100% aparacam, bax. Fil xortumu atın, fil xortumu. Şəhriyar qəsəbəsi, salamlayıram hər kəsi, qonşularımızı. Cəbril, Füzuli, Zəngilan, Qubadlı. Bunu uduzduq. Ancaq spam atılır, bu nədir ha? Haydi, ərəb hərfləri ilə yazanlar tulluyurlar bərdənənə. Sən mahnı qoydum. Sizin mahnınızı qoydum, gəlir. Uduzdu düşü sən onda. Sənin uduzdu. Bir kortu bu. Gəlsin. Bu bir Allah. Halımı edim beyan. Dostlar, bahalı gəlin. 6 dənə vim var. Birini alıp çıxacağım. 100% deyip çıxacağım. Halımı edim beyan. Kimi gelip müdür bu karıma, götür beni kervanına, sarıma. Kimi gelip müdür bu karıma, götür beni kervanına, sarıma. Bana geçin naniva. Ülve Əsəd gəldi. Ülve bir daha pahalı gəl Ülve. Ülve bir daha pahalı gəl görə. Ülve 6 dənə biri var. Bu da gedər. Qalbim əllərdə. Ülve bir daha fil xortumu at Ülve. Fil xortumu. Yaxşı qardaşım,
Desit. Ayıp diye bura. Ülvi Əsəd, bir dənə fil xortumu. Çıxartdı dostlar, çıxartdı vurun. Resimizi saxlayaq, öz resimizi saxlayaq. Qəşəng bahalı. Ülvi Əsəd, hara qaçdın getdin, ay Ülvi? Ülvi gəldi qaçdı. Qorxur ev məndən. Yo, Esper çox sağ ol. 3 dənə gül qaldı dostlar, hədəfi tamamlayaq. 3 dənə gül qaldı. Aslan, bunu da sənə qoşuram. Ülvi Əsəd. Oo, çox sağ ol Ülvi. Ülvi sən də bir dənə fil xortumu at da, bu bini alaq da. Mən istəyirəm fil xortumu. Ülvi Əsəd, diyet oruzağın nə istəyir? Yekə olansan, Ülvi əlimə düşmə də. Bilirsən başına əzərəm. Ülvi Əsəd, qışda manajda yemirlər. Sağ ol dostlar, hər birinizə minnətdaram. Duyanlar, hədiyyə atanlar. Arzu nərdədir dirək? Bəlkə boynu aldım. Ülvi Əsəd, bir dənə fil xortumu at da Ülvi. Hayır, bir dənə yaz qapat at. Ondan sonra boynu da. Cəmali Göksən, telefonunla. Ülvi. Sağ ol. Ay Ülvi. Var ol qardaşım. Ben üzülürüm saydan ben o işi yapmıyorum. Başıma dönerim. Gözümden ayıp edeceğim kardeşim. Okullarım lan. Güzel sen bir daha bana uyandı Ülvi. 10 binden hava. Ne var? Güzel sen bana uyan. Güzel sen gözlüyürük seni. Bak bir tane bana gel 1104 halı var. Sağ ol dostum. Doktora. Bir tane bana uyan. Güzel. Sağ ol dostum. Anlayan dosyaya öyle yazsın. Doktora. Bir daha bu oyunu daha güzel. Sana bir de akşam bana patladı. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları olan Ceyran ve Aslan barışdıktan sonra ilk dəfə canlı yayımda birlikte PK ediblər. Həmin görüntüləri sizlərə təqdim edirəm.